Yaxşı niyyətli görünən psixoloji şiddətin 5 forması. 1. Kompliment içində tənqid. Sən çox ağıllısan, amma bəzən çox danışırsan. Bu tip cümlələr tərif kimi başlayır, amma sonda mütləq bir tənqidlə bitir. 2. Səni qoruyuram adı altında məhdudlaşdırmaq. Mən sənə görə narahatam. Səni qorumaq üçün deyirəm. Ora getmə, bunu geyinmə. Unutmayın ki, bu qayğı deyil, həyatınıza və davranışlarınıza nəzarətdir. 3. Başqaları ilə müqayisə etmək. Mənim keçmiş münasibətimdə belə problemlər yaşamırdım. Sənin yerinə başqası olsa belə şeyləri problem etməz. Bu tip cümlələr sizin özünüzü sorğulamağınız üçün yönəldilmiş psixoloji bir şiddətdir. 4. Duyğularınızı kiçiltmək. Sən hər şeyi çox böyüdürsən, çox həssassan. Bu tip cümlələr sizin hisslərinizi etibarsızlaşdırır və bir müddətdən sonra siz öz hisslərinizə qarşı da etinasız və inamsız yanaşırsınız. 5. Borclu hiss etdirmək. Mən sənin üçün bunları etdim. Sən mənim hər şeyimsən, amma bu tip cümlələr sevgi deyil, emosional manipulyasiyadır. Unutmayın ki, bir münasibətdə özünüz olmaq sizə çətin gəlirsə, orada sevgiyə yox, sevgi adı altında psixoloji şiddətə məruz qalırsınız.